Deməli, hazırda gördüyünüz rentgenden də görürsünüz. Sol ayaqda hər iki topuğun, yəni iç və bayır topuğun sınıqları olmuşdur. Xəstə bir il əvvəl travma almışdır və digər bir klinikada əməliyyat icra edilmişdir. İlizarov aparatı qoyulmuşdur, lakin əməliyyat uğursuz keçmişdir və ayaq rentgenden də göründüyü kimi, həm də klinik olaraq da göründüyü kimi həm əyri, belə deyim, deformasiyadadır, həm də sümüklər yəni heç bir oynaq yerində deyil demək olar ki. Biz burada təkrarı osteosintez əməliyyatı icra edəcəyik. Yəni iç və bayır topuğu təzədən öz formasında bərpa edəcəyik inşallah. Əməliyyatdan sonra xəstələrin görüntüləri sizlərlə bölüşəcəyik. Əməliyyatımız yekunlaşdı. Dediyimiz kimi həminki deformasiya düzəldildi. Deməli, sümüklər, əyri bitişmiş sümüklər, deformasiya olmuş sümüklər təkrar qaşındı, uc hissələri və yerlərinə orsuzduruldu. Üzərlərinə metal lövhə qoyuldu və vintlərlə fiksasiya olundu. Əməliyyatımız uğurla yekunlaşdı.